Bu həftə mənə gəlmişdi belə bir mail. Nə deyirdilər? Əcnəbidən. Özü o qoyub belə bir. Miras qalıb sənə. Yox, mirası qoyuram qırağa. Yəni ki, deyib ki, LinkedIn-də görmüşəm ki, siz öz profilinizdə təkliflərə açığam elan etmisiniz. Biz də sizin profilinizi belə deyə incələmişik və görürük ki, tam bizə uyğunsunuz. Beynəlxalq şirkətin adından yazıb mənə ki, mən falan şirkətin HR-ıyam, rekruteram, işə götürəniyəm, nəsə maraqlıdır falan, bizə falan informasiyanı göndərin. Və yekunda da link göndərir LinkedIn-ə ki, bu da mənim rəsmi səhifəm. Həqiqətən rəsmi səhifədir. Amma orada əmmalar var. Mail həqiqətən Gmail-dan yazılıb, rəsmi şirkətin maili deyil. Həm də ki, bu tipli istəklərdə, rəsmi müraciətlərdə səndən belə tipli detallar istənilmir. Yəni ki, sən əmək haqqını necə istəyirsən, birinci yazıda əmək haqqın necədir, CV göndər. Orada çünki informasiya var. Sənin nömrən, sənin mailin və s. Onların vasitəsilə çox rahat bir şəkildə hakerlər sənin belə deyək də rəqəmsal platformalarını, sənin informasiyanı, kartlarını digər əldə edə bilər və oradan pulları mənimsəyə bilər.